Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir saç sancağı üçün aksesuarların toxunmağını göstərəcəm. Bugün bu formada aksesuar göstərəcəm. Bu şəkildə. Bu da bunun bezəyidi. Bu şəkildə. İndi mən sizə bunu necə hazırlamaq lazımdır? Hazırlama formasını göstərim. İstənilən renkli iplərdən istifadə edə bilərsiniz. Mən qırmızını hazırlamışam. İndi də bu şəkildə belə bir hazırlayıram. Deməli, bu şəkildə düyün vururuq. Bunu vurduq. Daha sonra 25 zincir çekirik. Bunun bu böyük hissəsini toxumaq üçün 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 ve 25 zincir çektik. 25 zincir çektik. Daha sonra 24. zincirden götürürük başına dolamadan ve bir dənə toxuyuruq. Daha sonra başına doluyuruq. Götürürük. 1 2 ədəd başını dolayaraq toxuyuruq. Daha sonra başına doluyuruq. 1 2 dəfəyə çıxdıq. Bir daha başına doluyuruq. 1 2 dəfəyə çıxırıq. Daha sonra 2 dəfə başına doluyuruq. 1 2 3 dəfə başına doluyuruq. Bir daha götürdük. 1 2 3 dəfə. 2 dəfə də 3 dəfə başına dolayaraq eləyirik. Daha sonra bir dəfə başına doluyuruq. 1 2 dəfəyə çıxırıq. Bir daha götürdük. 1 2 dəfəyə çıxırıq. Daha sonra başına doluyuruq. Götürdük. Üçünü bir dəfəyə. Bir daha götürürük. Üçünü bir dəfəyə. Daha sonra götürdük. Çıxartdıq. Bunu bunun içindən çıxardırıq. 2 dənə də sürüşdürmə formasında eləyirik. 1 da 2. Bunu indi bir daha sizə deyim. Bir dəfəyə çıxdıq. 2 dənə başına dolayaraq çıxdıq. 2 dənə başına dolayaraq 2 dəfəyə çıxdıq. 2 dənə 3 dəfəyə çıxdıq. Bir daha 2 dənə 2 dəfəyə çıxdıq. 2 dənə bir dəfəyə çıxdıq. Bu formada. İndi bir daha təkrar eləyirik. Eyni şeyi bir daha təkrar eləyirik. Əgər unutdunuzsa, indi təkrarında ikinci hissəsində bir daha
Diqqətli olun. Başına doladım. Çıxartdım. Üçünü bir dəfəyə çıxdım. Bir daha başını doladım. İndi növbəti ilməyə salıram. Üçünü bir dəfəyə çıxdım. 2 dənə. Bir daha başına doluyuram. Götürdüm. İkisini bir, ikisini bir. Bir daha başını doluyuram. Götürdüm. İkisini bir, ikisini bir. 2 dəfə başını doluyuram. Bir, iki, 3 dəfəyə çıxdım. Bir daha 2 dəfə başına doluyuram. Növbəti götürürəm. 1, 2, 3. 3 dəfəyə çıxdım. Bir dəfə başına doluyuram. Bir dəfə başına doladım. Götürürəm. 1, 2 dəfəyə çıxdım. Bir daha götürürəm. 1, 2 dəfəyə çıxdım. Başına doluyuram. Götürdüm. Üçünü bir dəfəyə götürürəm. Bir daha. Üçünü bir dəfə götürdük. Və sonuncu da götürdüm. 1, 2, sonuncu da 3 dəfə çıxdım. 3 dəfəyə çıxdım. Daha sonra indi bunları eyni şeyləri bir daha təkrar edirik. Deməli, başına doluyuram. Növbəti sırada götürürəm. Üçünü bir dəfəyə çıxdım. Başına doluyuram. Götürdüm. Bir daha üçünü bir dəfəyə çıxardıram. Bunu götürdüm. Salıram. İkisini bir, ikisini bir. Bir daha başını doluyuram. Növbəti ikilidən götürürəm. Bu aradaki ipi də arada ikisi bir, ikisi bir. Daha sonra 2 dəfə başına doluyuram. Gəlirəm üçlünün yanına. İkisi bir, ikisi bir, ikisi bir. 3 dəfəyə. Bir daha növbəti üçlünün başından keçirdirəm. İkisi bir, ikisi bir, ikisi bir. Bir dəfə başını doluyuram. Götürürəm. İkisi bir, ikisi bir. Bir daha. İkisi bir, ikisi bir. Başını doluyuram. Üçü bir. Başını doluyuram. Üçü bir. Daha sonra çıxardıram.
Bunun içinden çıkarttım. 2 adet sürüştürme eləyirik. Bir daha götürürüm. Bunu bunun içinden çıkardıram. Daha sonra başına doluyuram. Çıkarttım. Üçünü bir daha götürürüm. Üçünü başını doladım. İkisi bir daha başını doladım. İkisi bir, 2 defa başına doladım. İkisi bir, ikisi bir, ikisi bir. İkisi bir, ikisi bir, ikisi bir. İndi növbəti 2 dəfəyə çıxıram. 1 və 2. Başına doluyuram. Üçünü və başını doluyuram. Üçünü tək və ən başa gedirəm. Başının içindən çıxardıram. Bu şekilde. Ve hamlar çalışın ki bunun bir hissesini biraz uzun kesin. İp saklayın bir hissesini. Belə. Deməli bu şekilde. Düz üzünü belə tuturum. İsteseniz iğne sapla da eləyə bilərsiniz. İsteseniz milçəklə də sadə formada düzəldə bilərsiniz. Bunu düz üzün belə qatlayırıq. Bura, bunu da bura. Bunu bu şekilde her iki ucunu bağlayıram, düğümləyirəm. Bu şekilde. Bu şekilde düğümlədim və bunu tam bunun orta hissəsinə qoyuram. Ve burada artık olan hissəni kəsirəm. Bu şekilde tuturam. Bunu sonra bağlayacağım. Bunu qoyuram kənara. İndi bunu kiçik formasına bu hissəsini qoyuram. Götürdüm. 14 zincir çekelim. Bunu bağladım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 zincir çektim. Demek bundan əvvəlki ilmədən götürürəm. Bir ədədini götürürəm. Bu şekilde başına doluyuram. Burada 2-2 toxuduqlarımızı burada bir götürdük. Başına doladım, götürdüm. Üçünü bir arada çıxardıram. Daha sonra başına doluyuram. Götürürəm. İkisini bir. Daha sonra götürürəm. 2 dəfə başına doluyuram. İkisini
ikisini bir, ikisini bir. Daha sonra başına doluyuram. İkisini bir, ikisini bir. Daha sonra başına doluyuram. Götürdüm. Üçünü bir. Üçünü bir götürdüm. Daha sonra götürürəm. Çıxartdım. Bunu bunun içinden çıkardıram. Birini daha bu şekilde. Buradakinin eğinini tekrar eləyirəm. Götürürəm. Götürdüm. Üçünü bir. Daha sonra götürürəm. İkisini bir. İkisini bir. Daha sonra iki dəfə doluyuram. İkisini bir. İkisini bir. İkisini bir. Daha sonra başına doluyuram. İki dəfəyə çıxıram. Başına doluyuram. Üçünü bir dəfəyə çıxıram. Daha sonra deməli sonuncudur. Bir ve ipi bu tarafa. İki. İki dəfə elədim. Daha sonra başına doluyuram. Keçirəm qarşı tərəfə. Götürdüm. Üçünü bir. Başına doladım. Saldım. Bir. İki dəfəyə çıxdım. Başına iki dəfə doluyuram. İki. 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 Başına doluyuram. Götürürəm. İki dəfəyə çıxıram. Başına doluyuram. Ve üçünü bir dəfəyə çıxıram. Ve növbətidən sürüştürdüm. Bu formada çıxdım. Daha sonra növbəti götürürəm. Çıxdım. Götürürəm. Üçünü bir. Götürürəm. İkisini bir. İkisini bir. İki dəfə doluyuram. Götürürəm. İkisi bir. İkisi bir. İkisi bir. Götürdüm. İki dəfəyə başını doluyuram. Üçünü bir. Daha sonra bir dəfəyə ve keçirəm. Bunu buradan çıkartıram. Bu şekilde. Ve bu şekilde. Böyle bir gördüğünüz gibi bunun kiçik variantıdır bu. İndi bunları mən baxıram, ters tərəfinə çevirirəm və bunu burada gizləyirəm ki, burada görünməsin. Çıxartdım.
yapdım. Bunu da eyni ilə eləyirik. Bunu bu şekilde. Şimdi bunun artık hissələri kəsib çıxardıram. Mənə lazım deyil. Hissəli gəri görünsün. Bu şekilde. İndi bunu bu formada götürdüm. İstəsəniz siz tikə də bilərsiniz. Bu şekilde bağladım. Daha sonra bunu möhkəm bağlayıram. Bağladıktan sonra bunu koyuram belə. Bunun aşağı hissəsinə. Gördüğünüz kimi belə. Tam orta hissəsindən koyuram. Belə. Ve buradan koydum ve sarıyorum. Çok sık şekilde bağlayıram belə. Gördüğünüz gibi belə bağladım. Yeterlidir. Dediğim gibi siz istediğiniz formada bunu dikebilirsiniz. Ben sadece olarak alttan geçirdirəm ve milçənin üstünden bu formada. Bu artık kilitlendi burada. Bir daha eləyirəm. 2 dəfəyə tam şekilde istediğiniz formada olur. Ve yine de artık hissəsini kestim. Bu şekilde. Bunu da mesela hazırladığım bir sancağın istesem bu renkte de eləyə bilərəm. İstəyirsiniz bu renkte eləyim, istəyirsiniz başka renkte. Ben buna bu rengi yaraştırdım. Ona göre de bu şekilde bunun üstüne bu şekilde. Hanımlar, indi ilk önce deməli sancağın bu hissəsinə belə kleyinə yapıştırıram. Diqqətli olun ki əliniz yanmasın. Daha sonra bunun bu kenarlarını gördüğünüz gibi istediğiniz formanı koyursunuz. Necə eləmək istediğinizi dəqiqləşdirib daha sonra koyursunuz üstüne. Bu şekilde. Bu formada. Gördüğünüz gibi hazırdır artık. Birini bu formada, bir renkte, birini bir renkte, eyni formada. Hansı renkten istəsəniz istifadə edə bilərsiniz. Eğer el işimi beğendinizsə, beğenmeyi, like etmeyi unutmayın. Abone olmayı unutmayın. Çalışacağım ki zövqünüzcə olan el işlerini sizin için hazırlayayım. Birlikte hazırlayaq. Elədirsə, abone olmayı unutmayın. Hələlik yeni el işlerimizde görüşmək ümidiyle.